Değerli Qərb Xəbər tamaşaçıları, xoş gördük sizi. Bugünkü qonağım Konstitusiya Araşdırmalar Mərkəzinin sədri, Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın sədri, Azərbaycan Respublikası Prezidenti yanında Əf Komissiyasının üzvü, hüquqşünas, keçmiş millət vəkili Əlməmmət Nuriyevdir. Əlməmmət bəy, xoş gördük sizi. Salam, xoş gördük. Qərb Xəbər TV YouTube kanalında sizi salamlayırıq. Bilirsiniz ki, bu il Konstitusiyamızın qəbulundan 30 il keçir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 28-12-ci ay 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Konstitusiya və suverenlik ili elan olunub. Sizcə müasir dövrdə suverenliyimizin bütün ölkə üzrə bərpasından sonra Konstitusiyada islahatına bir ehtiyac varmı? İslahatlara həmişə ehtiyac vardır. Bilirsiniz, hüquq da zaman kimidir. Axır, dəyişir, yenilənir və Konstitusiya sadəcə statik bir hüquq akt deyil, o daimi dinamik olmalıdır. Bəzən Konstitusiya deyirlər, yaşayan hüquq deyirlər. Əgər hüquq yaşayırsa, ictimai münasibətlər dəyişirsə, ictimai münasibətlər adekvat cavablandırma da olmalıdır. Həm də bildiyiniz kimi ötən il hörmətli Cənab Prezident tərəfindən Konstitusiya suverenlik ilə elan oldu. Bu il Konstitusiyamızın 30 illik yubileyini qeyd edirik və torpaqlarımız üzərində Konstitusiyanın hüquqi qüvvəsi bütün coğrafi məkanda tam bərpa olunmuşdur. Yəni tam suverenlik bərpa olundu və eyni zamanda Konstitusiyanın da hüquqi gücü bütün coğrafi məkan üzərində, coğrafiya üzərində bərpa olundu. Amma hazırki şərait və dünyada dəyişən şərtlər bütövlükdə hüquq sistemində də mütəmadi dəyişikliyi zəruri edir. Yəni, yeni çağırışlar var, o çağırışlara cavab verməlidir. Hüquq sistemi də bütövlükdə o çağırışlara cavab verməlidir. Və o baxımdan isə bilirəm ki, istər 2002, 2009, 2016-cı ildə Konstitusiya edilən dəyişikliklər, əlavələr növbəti mərhələsi də davam etməlidir. Və yeni çağırışlar, yeni vəzifələr yaratdığı üçün düşünürəm ki, konstitusiyon islahatlar da davam etməlidir. Bu islahatlar həm idarə etmə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində olmalıdır. Yaxşı idarə etmə keçid prosesi daha da dərinləşməlidir. Həm də hüquq və azadlıqların miqyası, təminatları sistemi də daha da güclənməlidir. O baxımdan hesab edirəm ki, qarşıdakı illərdə biz konstitusiya dəyişikliklərin növbəti mərhələsinə daxil olmuş olacaq. Və heç şübhəsiz ki, Konstitusiya həm də dövlətlə cəmiyyət arasında olan bir ictimai müqavilədir. Bunu mən deməmişəm, bunu bizdən uzun əsr əvvəllər görkəmli hüquq mütəfəkkirləri demişlər. Və bu ictimai müqavilə daimi yenilənməlidir. O baxımdan düşünürəm ki, biz islahatları davam etdirməliyik. Əslində, dayansaq, bu bütövlükdə həm də həyatı daha da donuq bir vəziyyətə gətirib çıxarda bilər. Dayanmaq, belə deyək ki, elə bir süqut etməkdir. Ona görə daimi inkişafda olmalıyıq. Bu baxımdan düşünürəm ki, Konstitusiyada müvafiq dəyişikliklər prosesi davam edəcəkdir. Və bu baxımdan Konstitusiya həm də ləyaqətimizin təmin edən bir yüksək hüquqi aktdır. Rifahı təmin edən yüksək hüquqi aktdır. Konstitusiya təkcə dünənin belə nəticəsi deyil. O həm bugünün inkişafı və gələcəyin yönələn perspektivləri, bütövlükdə xəyalları gerçəkləşdirən bir hüquq sənədi olmalıdır. O baxımdan o daimi təkmilləşdirməyə məruz qalınmalıdır, islahatlar davam etməlidir. Və Cənab Prezident də hər zaman deyir ki, Konstitusiya bizim hüquqi sənədimizdir. Biz islahatları məhz bu mənbəyə yönələrək davam etdirməliyik. Əlbəttə ki, Konstitusiyanın ruhu daimi mövcud olmalıdır. Amma oradakı normaların dəyişməsi baş verməlidir. O dogmatik bir sənəd deyil. Əsas qanunun müddəalarının konstitusiyon hüquqlarımızın daha çevik həyata keçirilməsi üçün sizcə
dövlət qurumları və cəmiyyət üzərinə düşən vəzifələri necə həyata keçirir? Yəni, biz dövlət qanunu, hüquqları bizə təqdim edir. Biz onun işləmə mexanizmini qoruya bilirikmi cəmiyyət olaraq və necə eləməliyik ki, daha çevik, daha... Anladım. Mən qeyd etdim, konstitusiya meta hüquqdur. Yəni, həm hüququn qaynağıdır, həm də yeni hüququn həm çərçivədir, həm də yeni imkanlardır. Qanun yazmaq asandır, amma onu yaşatmaq çox çətindir. Və konstitusiya kağız üzərində deyil, insan həyatında işləməlidir. Ona görə, əgər konstitusiya işləyirsə, heç şübhəsiz ki, o yaşayır. Və biz bunu yaşatmalıyıq. Dövlət qanunları qəbul edir, ancaq onların cəmiyyət həyatında yaşaması üçün sadəcə olaraq həm də bizim cəmiyyətimiz bir mənəvi məsuliyyət daşıyır. Cəmiyyətimiz bütövlükdə konstitusiya sadəcə inzibati mexanizm kimi baxmamalıdır və eyni zamanda daimi olaraq çağırışları ilə konstitusiya normaları mənimsəməklə onun tətbiqinə nail olmalıdır. Bax, bu halda həm praktik olaraq hüquq praktik ədalətə çevrilir və dövlət vətəndaş arasında hüquqi əlaqə güclənir. Yalnız bax, qanunlar, normalar işlədikcə. Bugün bütövlükdə qanunlarımız yetərli qədər işləyirmi? Əlbəttə bundan bağlı müəyyən problemlər var. Bir çox hallarda bürokratiya qanunların işləməsinə mane olur. Bir çox hallarda məmur özbaşınalığı da baş verir və cənab prezident tərəfindən xüsusi olaraq bir məqamı qeyd etmək istərdim ki, cənab prezident çıxışlarda dəfələrlə qeyd etmişdir. Bizim siyasətimizin mərkəzində insan dayanır. Yəni, insan mərkəzli bir yanaşma vardır bu günləri və hər bir dövlət orqanlarında çalışan şəxs, dövlət qulluqçusu, xalqın xidmətçisi olmalıdır. Bax, bu baxımdan xalqın xidmətçisi olmaq o zaman baş verir ki, qanunlar işləyir, qanunlar düzgün tətbiq olunur. Bax, bu baxımdan düşünürəm ki, bizim hələ bu istiqamətdə bir çox görüləcək işlərimizdir. Bu, həm də idarəetmə prosesinin təkmilləşdirilməsini ilə bağlı olan məsələlərdir. Bu, yeni təfəkkürün və kritik təfəkkürün həm də təşəbbüskarlığın bütövlükdə həyatımızın fəaliyyət prinsiplərinə keçirilməsi ilə bağlı olan məsələdir. Biz ətrafımızda əgər hər hansı bir pozuntular baş verirsə, dərhal ona reaksiya verməliyik. Və yenə də cənab prezidentə istinad etmək istərdim ki, əgər hər hansı bir hadisə ilə bağlı negativ hadisələr baş verirsə, siz bizim administrasiyaya müraciət edin, bütövlükdə dövlət orqanlarına müraciət edin. Yəni, bu baxımdan hesab edirəm ki, burada iki tərəfli yol vardır. Bir tərəfdən dövlət orqanlarının özlərinə düşən vəzifəni icra etməklə bağlı öhdəlikləri, digər tərəfdən isə bu öhdəliklərin icrasını tələb etmək vəzifəsi. Bu da vətəndaşın üzərinə düşən bir vəzifədir. Əgər bu qarşılıqlı sürətdə baş verməyəcəksə, onda hüququn harada pozulması ilə bağlı məsələdə biz bilə bilməyəcəyik. Ona görə düşünürəm ki, bax, bu baş verəcəksə və bütövlükdə hüquqi şuur inkişaf edəcəksə, o zaman həm də qanunlarımız daha yaxşı işləyəcəkdir. Mexanizmlər daim hərəkətdə olacaqdır. Vətəndaşın da hüquqları, azadlıqları bir o qədər etibarlı təminat olacaqdır. Əslində, müəyyən qədər cavab verdiniz mənim növbəti sualıma. Amma sözsüz ki, konstitusiyanın hüquqlarımızın həyata keçirilməsi üçün dediniz ki, dövlət orqanları fəaliyyət göstərir. Amma bunun əks tərəfi, yəni vətəndaş cəmiyyətinin rolu qənaətbəxşdirmi? Yəni cəmiyyət bunu, tələbkar cəmiyyət olaraq bunu öz hüquqlarını bilib və yaxud da müdafiə edə bilirikmi? Və yaxud da buna mənə gəlir bəzən heç cəhd də göstərmirik. Mən sizin fikirlərinizi bölüşürəm. Biz bir sıra hallarda o passivlik, laqeydlik bütövlükdə həm də hüquqlarımızın təminat prosesində də müəyyən çətinliklər yaradır. Baxın, cəmiyyətin vicdanı danışanda deyirlər, hüquq danışır, hüquq işləyir. Bax, bu vicdanın səsi isə vətəndaş cəmiyyətidir. Əlbəttə ki, son illərdə qeytələr, hüquq mərkəzləri, media
hüquqi maarifçilik istiqamətində mühüm addımlar atmaqdadır. Burada bir dinamika vardır. Amma biz bütövlükdə hüquq mədəniyyətinə hələ ki tam olaraq nail ola bilməmişik. Və hüquqi şuurun hələ də dərinləşdirməsinə bir ehtiyac vardır. Hüququ dərindən dərk etmək, onu qorumaq bizim təbii ehtiyacımıza çevrilməlidir. Bu da hüquq işləyəndə baş verir. Bu, eyni zamanda bizim fəallığımızla bağlı olan bir məsələdir. Yalnız, yenə deyirəm, həm dövlət orqanı, həm vətəndaş cəmiyyəti, hər iki tərəf eyni anda işləyəndə, onda hüquqi mədəniyyət formalaşır, onda qanun işləyir, onda vətəndaş cəmiyyəti daha fəallaşır. Əlbəttə ki, bugün vətəndaş cəmiyyəti ilə bağlı, yenə söylədiyim kimi bir daha müəyyən dinamika var. Amma vətəndaş cəmiyyəti özünün fəlsəfəsinə uyğun olaraq, tam olaraq özünü hələ tam tapa bilməmişdir. Tam formalaşma prosesi başa çatmamışdır vətəndaş cəmiyyəti ilə bağlı. Əlbəttə ki, burada həm qanunvericinin təkmilləşdirilməsi istiqamətində addımlar davam etməlidir. Və yaxşı ki, bugün Qeydiyyat Dövlət Dəstəkçiliyi vardır. Vətəndaş cəmiyyətinin layihələrinə dəstəyi genişləndirilməkdədir. Eyni zamanda bilirsiniz ki, kiçik, orta və iri qrantlar artıq tətbiq olunmağa başlamışdır. Bu sistem işləməyə başlamışdır. Bu da hesab edirəm ki, həm də layihələrin keyfiyyətinin daha da artmasına gətirib çıxardır, həm də nəticə yönümlü layihələr prosesinə də təsir göstərir. Bu isə əlbəttə ki, bütövlükdə hüquq və azadlıqlarımızın, bütövlükdə vətəndaş cəmiyyətinin imkanlarının daha da genişləndirilməsinə gətirir. Amma bu istiqamətdə düşünürəm ki, hələ çox böyük bir fəaliyyət, bir arsenalı vardır, böyük bir cəhbə vardır, belə deyək, istiqamət vardır və xüsusilə də vətəndaş cəmiyyətinin potensialını daha da artırmaq, onun bilik və bacarığını gücləndirməklə bağlı böyük resurslara da ehtiyac vardır. Resursların daha da artırılmasına ehtiyac vardır. Və mən bir neçə ay bundan əvvəl layihələrlə bağlı, Qeydiyyat Dövlət Dəstəkçiliyinin layihələri ilə bağlı bir müzakirələrdə mühüm bir mesajı eşitdim dövlət orqanlarının rəsmi nümayəndələri tərəfindən. Onlar qeyd etdilər ki, biz vətəndaş cəmiyyətinin resurs ehtiyaclarını daha da artıracağıq və artıq maliyyələşdirmə prosesinə daha da genişlənəcəkdir. Bu hesab edirəm, vətəndaş cəmiyyətinin ehtiyaclarını daha aktiv şəkildə təmin etməyə bir imkan yaradacaqdır. Eyni zamanda vətəndaş cəmiyyətinin hal-hazırda beynəlxalq əlaqələri də genişlənir. Bilirsiniz ki, COP29-da vətəndaş cəmiyyəti çox böyük bir fəaliyyət göstərdi və eyni zamanda Qlobal Cənub platforması yaradılıb. Qlobal Cənub platforması Azərbaycanda keçirildi. Dünyanın 116 ölkəsindən vətəndaş cəmiyyəti strukturları, nümayəndələri gəlmişdi orada. Böyük bir müzakirələr getdi və hesab edirəm ki, bu da vətəndaş cəmiyyətinin beynəlxalq əlaqələrin güclənməsinə, yeni iki tərəfli münasibətlərin belə deyək ki, dərinləşməsinə və Bakının belə deyək ki, vətəndaş cəmiyyət mərkəzinə, beynəlxalq vətəndaş cəmiyyət mərkəzinə çevrilməsinə də əlavə yeni bir imkanlar yaradır. Bu baxımdan düşünürəm ki, vətəndaş cəmiyyətinin gələcək inkişaf perspektivləri artıq belə deyək ki, onun daha yaxşı sistemli qurulmağa doğru gedir və bu istər-istəməz vətəndaş cəmiyyətinin mövqeyini gücləndirir. Çünki o dövlət daha geniş miqyaslı inkişafa malik olur ki, o dövlətdə həm dövlət gücü, həm də vətəndaş cəmiyyəti. Vətəndaş cəmiyyəti, dövlət bir-birini tamamlayan bir təsisat sistemi, təsisatlardır. Ona görə bunlar arasında əlaqənin harmonikliyi istər-istəməz vətəndaş cəmiyyətinin daha da güclənməsinə gətirib çıxardacaq. Mən bilirəm, hal-hazırda dövlətin bu istiqamətdə maraqları, geniş maraqları var. Mən düşünürəm ki, qarşıdakı illərdə biz vətəndaş cəmiyyəti ilə bağlı yeni konsepsiyanın hazırlanması prosesinə başlamalıyıq, yeni milli fəaliyyət planının yaradılması prosesinə başlamalıyıq və bu istiqamətdə artıq konturlar görünməkdədir. Qanunvericiliklə bağlı istiqamətdə artıq kiçik qruplar vardır, fəaliyyət göstərir, yeni qanun layihələri hazırlanır və mövcud qanun layihələri dəyişikliklər edilir. İctimai iştirakçılar haqqında qanun bir çox normaların yenidən üzərində iş gedir, təkmilləşdirmə prosesi gedir. Eyni zamanda vətəndaş cəmiyyəti dövlət proqramı, milli fəaliyyət planının icrası prosesində dövlətin əsas tərəfdaşlarından biri kimi çıxış edir. Monitorinqlər vasitəsilə, qiymətləndirmə, dəyərləndirmə vasitəsilə, eyni zamanda hüquqi maarifləndirmənin genişləndirilməsi və vətəndaş cəmiyyətinin funksiyaları gedir. İctimai şuraların daha funksional formada fəaliyyət göstərməsi imkanları artmaqdadır. Və bütün bunlar əlbəttə ki, vətəndaş cəmiyyətinin
hüquqi dövlətin əsas segmenti olaraq daha da vətəndaş cəmiyyətinin hüquqi dövlətin əsas segmenti olaraq inşa prinsiplərini genişləndirəcəkdir. Əhməd bəy, bugün mən sosial şəbəkədə sizin çox yerində bir statusuzla qarşılaşdım. Düşürən vətəndaş, dinləyən dövlət və danışa bilən media. Hüquqi mədəniyyətin nəfəs aldığı 3 əsasdır. Sizcə, bax, bu 3 əsas arasında toplumun maarifləndirilməsi, konstitusiyon hüquqlarımızın yerinə yetirilməsi üçün bircə fəaliyyət yetərlidirmi və yaxud da daha nəyi zəruri hesab edirsiniz bu sahədə? Deməli, siz çox doğru getdiniz. Düşünən vətəndaş, dinləyən dövlət və danışa bilən media. Amma bunlar arasında qarşılıqlı əlaqələr güvənə söykənməlidir. Əgər güvənə söykənirsə və onlar bərabər tərəflidirsə, heç şübhəsiz ki, istənilən problemin həllində uğur qazanmaq mümkün olacaqdır. Problemlərin, deməli, bu məsələ, bilirsiniz, media dövlətlə vətəndaş arasında körpüdür. Dövlət bu körpünün üstündən keçərək vətəndaş cəmiyyətinə əlaqələr yaradır. Bu əlaqələrin də, bayaq söylədim ki, güvənə söykənməsi çox vacib bir məsələdir və hesab edirəm ki, vətəndaş bu informasiyalı mühitdə öz mövqeyini aktiv sürətdə, daha məsuliyyətli şəkildə ifadə etməlidir. Əməkdaşlıq prosesi şəffaf olmalıdır və açıq ünsiyyət davamlı dayanıqlı olmalıdır. Bu istiqamətdə də düşünən müəyyən bir problemlər mövcuddur. Və bu problemlərin qaynağı nədir? Yenə deyirəm, bu problemlərin qaynağı hələ ki, bəzi dövlət orqanlarında vətəndaş cəmiyyətini tam olaraq öz partnyorları kimi görmürlər. Doğrudur, bu istiqamətdə xeyli irəliləyişlər vardır. Böyük, belə deyək ki, inklüzivlik getdikcə daha genişlənir. Amma vətəndaş cəmiyyətinə media arasında əlaqəni mən yetərli hesab etmirəm. Vətəndaş cəmiyyəti bütün layihələrində media əsas komponent kimi çıxış etməsi çox vacib bir məsələdir. Çünki informasiyanı ötürən mediadır. Medianın həm də bu günləri yeni bir funksiyası var. Media nəzarət orqanı deyil. Mən onu o qədər də media həm maarifçilik funksiyasını icra edən bir orqandır, həm məlumatlandıran bir orqandır, həm də eyni zamanda informasiyanın təhlükəsizliyini təmin edən mühüm segmentdir. Bax, bugün yeni dünyada dezinformasiya prosesləri, dezinformasiyanın geniş vüsət aldığı bir dünyada yeni narrativlər, doğru olmayan bəzi bir sallarda narrativlər olduğu bir dünyada yaşayırıq. Və eyni zamanda belə bir dünyada heç şübhəsiz ki, vətəndaş cəmiyyəti media ilə əlaqələrini daha da dərinləşdirməlidir. Və bu baxımdan düşünürəm ki, bilik bacarıqlarının artırılması istiqamətində biz yeni layihələrə start verməliyik, vətəndaş cəmiyyəti və media arasında. Ümumiyyətlə, düşünürəm ki, bütövlükdə, bax, düzdür, vətəndaş cəmiyyəti, media da vətəndaş cəmiyyətinin bir segmentidir, amma müstəqil subyekt, muxtar bir imkanlara, əlamətlərə malik olan bir subyektdir. Amma bütövlükdə cəmiyyətin daha dayanıqlı inkişafını təmin etmək dövlət, özəl sektor, vətəndaş cəmiyyət əməkdaşlığından keçir. Bax, burada biz media ilə birlikdə daha dərin əməkdaşlıq yaradaraq bütövlükdə dövlət, özəl sektor, vətəndaş cəmiyyət əməkdaşlığına töhfə vermiş ola bilərik. Əlbəttə ki, bu da gələcək üçün olan gələcək üçün olan istiqamətlərdən biridir. Söhbət getmir, əlbəttə ki, mən yenə deyirəm, bu istiqamətdə bəyan əməkdaşlıq vardır. Bəyan əməkdaşlıq platformaları da vardır. Amma bu yetərlidirmi? Bax, bu sual yaradan bir məsələdir. Bu bütövlükdə dayanıqlıdırmı? Əlbəttə dayanıqlı deyil. Bu fragmentar xarakter daşır, əlbəttə fragmentar xarakter. Amma biz bunu dayanıqlı etməliyik. Bu dayanıqlıq etmək hər iki tərəfin həm də belə istəkləri ilə bağlı olan məsələdir. Amma düşünürük ki, əgər media məlumatı
axtarmaq, hazırlamaq, toplamaq, ötürmək kimi bir böyük bir funksiyanı yerinə yetirirsə, bu məlumat qaynaqlarından biri də vətəndaş cəmiyyəti ola bilər. Və burada həm də medianın da maraqları təmin olunur. Eyni zamanda vətəndaş cəmiyyət həm də söhbət qeyri sektorundan daha çox gedir. Həm də bütövlükdə ümumi ictimai marağı olan bir segmentdir. Onun biznes maraqları yoxdur böyük mənada. Onun maraqları ictimai maraqdadır. Yəni bütövlükdə əgər bu və ya digər hüquqlar etibarlı şəkildə qorunursa, bu və ya digər problemlər öz həllini, problemlər var, onun həlli tapılmalıdırsa, bu vətəndaş cəmiyyətinin maraqlarının təmin edilməsidir. Bax, bu baxımdan burada artıq qarşılaşan, qovuşan maraqlar vardır ki, bu qovuşan maraqlar bütövlükdə bu əməkdaşlığa nəzərə edən şərtlər toplusudur. Bax, biz bu istiqaməti də gücləndirməliyik yaxın gələcəkdə.